Salam əziz tələbələr. Bugün sizinlə birlikdə 2 iyun 2026 tarixində intensiv dərslərimiz müddətində işlədiyimiz sınağın ingilis dili suallarına baxacağıq və bu videoda sizin ingilis dili müəlliminiz Nigar Rızayevadır. Əvvəla dinləməmizin suallarla tanış oluruq. Özünüz üçün skrin eləyə bilərsiniz. Dinləmənin də səslənməsi bu video daxilində olacaq. Eləyəsə gəlin dinləməni dinləyək. Hi, Steve. What are you going to do this summer? Hi, Caroline. I'm probably going to go on holiday with my parents and my sister for a week, but I should get a summer job. I haven't planned anything yet, but I need to get some money. What about you? I'm going to Scotland for 7 weeks. I'm going to work in a youth hostel in the mountains. That sounds great. The work won't be very interesting, but my hours are 7 till 10 in the morning and 5 till 9 in the evening, so I'll have plenty of time during the day to go walking. It'll be like a holiday, but you will be earning money too. How did you find out about it? I read about it in a book called Summer Work Round Britain. It tells you about all kinds of different jobs in different places. You can work at farms picking fruit or at hotels near the sea. You can even get work at music festivals. Oh, I like the sound of that. The problem with that sort of work is that it only lasts a few days. And once you've paid for your accommodation and food, you won't have much money left. I'd spend all my extra money on music. Do you have to pay for your accommodation and food in Scotland? Well, it's quite good. I'll be staying in a shared bedroom, and they'll take £15 a week out of my wages to pay for that. My breakfast will be free, because I will be cooking breakfast for the guests. I can get dinner in the evening at a reduced price, so I only have to worry about lunch. I hope you will have a great time. Dinləməni dinlədiyimizə görə, gəlin başlayaq görək ki, dinləmə suallarında nələr var idi və düzgün cavabları tez təyin eləyək. Amma əvvəla onu deyə bilərik ki, dinləmədə biz Steve və Caroline'in söhbətinə qulaq şahidi olurduq və burada nədən danışırdılar? Deməli, yayı necə keçirəcəklər və s. bunun haqqında. Caroline deyirdi ki, bəs mən Şotlandiyaya gedəcəm, orada gənclik hoteli var, hosteli var, nəsə orada işləyəcəm, dağlardadır. Daha sonra işə hardan tapmışdı? Kitabdan. Ödənişi necə olacaqdı? Daha sonra harda qalacaq, nə qədər pul ödəyəcək filan, bəşməkan, həmçinin qidaya xərcləyəcək pul. Bunun haqqında kiçik bir dialoq idi. İndi baxaq suallara. Deməli, biri də deyir ki, hansı suala dinləməmizdə cavab var? A variantını deyir ki, Caroline işinə harda başlayacaq? Biz dinləmədə ilə buna toxunmuşduq. Şotlandiyada və Youth Hotel deyə bir yer idi. Mountains, yəni ki, dağlıq ərazidə. Elə A-nın cavabı var idi. Dinləmənin nisbətən əvvəlində buna deyirdilər bizə cavab olaraq. B variantına gəlsək, hansı şəhərlər deyilmirdi. Daha sonra C variantı, bu festivallar, musiqi festivalları adətən harda keçirilir bilmirik. Daha sonra D variantı, Caroline Şotlandiyada haraları ziyarət edəcək, gəzəcək bilmirik. Və Y variantı, burada dinərin qiymətini soruşurlar, yeməyin qiymətini. Bununla bağlı təəssüf ki, məlumatımız yox idi. Gəlirik, keçirik ikinci sualımıza. Deməli, choose the correct statement according to the dialogue. Deməli, dialoqa uyğun olan düzgün məlumatı seçməliyik. Baxırıq, deməli, A variantında deyir ki, Caroline'in yay üçün heç bir planı yox idi. Əksinə, Caroline'in planı var idi. Axı, biz bütün dinləmə ərzində qulaq astıq ki, işləyəcək, nə qayıracaq, harada qalacaq və s. Axır, A variantının cavabı var. B-yə gəlsək, yox, Caroline'in boş vaxtı olacaqdı. Burada da nə deyir? Burada deyir ki, boş vaxtı olacaq. B variantı düz idi. Deyirdi ki, mənim işim elədir ki, boş vaxtım da olur. Elə bil, həm işləyirəm, həm gəzirəm, istirahət edirəm. Ona görə öz işini tərifləyirdim. C variantını deyir, internetdən tapıb məlumatı. Xeyr,
kitabdan tapmışdı. Some Work Around Britain deyə bir kitab idi və D variantı ödəniş filan xeyr, Y variantı doesn't have to pay for her lunch. Əksinə elə ödəniş eləməli olduğu əsas onun lunch yeməyi idi. Gəlirik 3-ə. Steve Carolindən nəyi soruşur? Yoldaşlar, burada əsas fikir verməliyik ki, Steve'in özünün öz dili ilə soruşduğu bir şey olsun. Karolin əgər ki, könüllü şəkildə deyibsə nəyəsə, bu artıq Steve'in soruşduğu bir şey deyil. Məsəl üçün, Steve bizdən nəyi soruşmuşdu burada dinləmədə Karolində? Demişdi ki, bəs qida və yaşayış yeri harada qalacaqsa ona görə ödənişi ilə bağlı maraqlanmışdı, soruşmuşdu. Bu da olacaqdı Y variantı. Digərlərindən məsəl üçün elə bir ola bilər ki, A variantını elə deyək. A variantını Steve heç soruşmamışdı. Karolin özü elə dinləmənin əvvəlində demişdi ki, filan müddət qalacaq mən Şotlandiyada. Və gəlirik 4-cü sualımıza, deyir ki, dinləmədə hansı sual, daha doğrusu aşağıdakı sualın düzgün cavabını tapın. What is the problem with working at music festivals? Deməli, musiqi festivallarında işləməklə bağlı olan problem nə idi? Buradakı əsas problem o idi ki, dinləmədə bizə deyirdilər ki, bəs bu musiqi festivalları qısa çəkir. Və dinləmənin özünə də only a few days vurğulanmışdı ki, bu da olacaq C variantı. 5-in isə cavabı konkret olaraq səsləndirilmişdi ki, bəs 15 pounds for a week. Həftəlik 15 pound. Bu da olur B variantı. İndi isə keçid alaq növbəti suallara. İlk mətnimizlə davam edirik, hansı ki, kortisol səviyyələri, kortisol və onun haqqındadır. Gəlin, baxaq görək ki, mətnindən nə kimi suallar var. Ümumiyyətlə, birazcıq uzun mətindir, amma bu bizim gözümüzü qorxutmamalıdır. Deməli, gəldik 6.1-ə. Deyir ki, kortisol harada istehsal olunur? Qləndlərdə. Onlar da haradadır? Kidneylərdən, yəni ki, böyrəklərdən yuxarıda. Biz açar söz kimi produce da götürə bilərik, qlənd də, kidney də. Və gəlsək mətnin yuxarı hissələrinə, elə lap girişdə deyir ki, adrenal glands which sit atop the kidneys. Deməli, nədir? 6.1-imiz doğrudur. Cavab var. İşarə eləyirik true. Ardından gəlirik 6.2-yə. Deyir ki, bəs kortisol səviyyələri gün ərzində necə qalır? Sabit, konstant, dəyişməz. Gəlib mətnimizə baxsaydıq, bəs bizdə deyirdi ki, bu hissələrdə gündəlik bizim həyatda qalmamız da önəmlidir və ardından da gəlir psixoloji vəziyyətləri. Biz də analiz edir, daha sonra gün ərzində dəyişməsindən danışır ki, gündüzlər bəs bədəni oyaq saxlayır, gecələr isə öz miqdarı azalır. Kortisol səviyyələri düşür aşağı. Deməli, biz buna əsasən deyə bilərik ki, stabil deyil. Həmçinin mətnin davamında da onu streslə falan əlaqələndirir. Deyir ki, stres daha çox olanda kortisol da yuxarı olur. Onda gəlib 6.2-də B variantını işarə edərik. Çünki yanlışdır. 6.3 During stressful situations, cortisol helps make energy more available to the body. Deməli, deyir ki, bəs stresli vəziyyətlərdə kortisol bədən üçün enerjini daha əlçatan eləyir. Və mətnimizə baxsaq, burada baxın, bu hissələrdə stressdən əsasən danışırlar. Xüsusilə də fight or flight. Bu, həyatda qalma rejimidir də. Onun haqqında bir sözdür, bir deyimdir. Deyir ki, enerji rezervlərində bu enerjinin daşınmasında köməkli edir və s. Məhz bu ikinci abzası əsasən biz nə deyə bilərik? Deyə bilərik ki, 6.3-ümüz doğrudur. Onu sarı rəngə boyuyorum turunu. Long-term exposure to high cortisol levels may negatively affect human health. Deməli, deyir ki, uzun müddət bir periyodda biz əgər ki, yüksək kortisol səviyyələrinə məruz qalsaq, bu bizim sağlamlığımız üçün zərərlidir. Gələk, baxaq mətnimizə. Baxaq. Buradan xeyridir. Bu hissələr. Uzun müddətli onun təsiri altında qalmağın təzyiq problemləri, yuxu problemləri və s. və necə təsirləri var, uzun müddətli təsirləri bunlar idi. Deməli, təsiri var və negativ cəhətləri. Görürsünüz, sleep disturbances and hypertension, immün sistemə olan negativliyi və s. Bu da eləyəcək 6.4-ü
True, doğru. Gəlirik 7-yə. One important function of cortisol during a stressful event is to. Deməli deyir ki, kortisolun mühüm funksiyalarından biri də bu stresli vəziyyətlərdə nə idi? Deməli, bayaqları dedik, fight or flight olanda bu enerji resurslarından enerji daşınmasını daha rahatlaşdırır, kömək eləyir. 7-də cavab Y olacaqdır və gəlib mətnimizdə də baxsaq, bu hissələrə əsasən deyə bilərik. Bu dəfə rəngi dəyişəcəm, eləyəcəm yaşıl. Aha, deməli, gəlirik 8-ə. Why can modern life create problems related to cortisol? Deməli, nəyə görə müasir həyat kortisolla əlaqəli problemlər yarada bilir? İndi gedək mətnimizdə axtaraq görək ki, niyə? Bu hissələrdən zənnimcə götürüb əsaslandıra bilərik. Çünki müasir sözü gördüm. Həmçinin bilirəm ki, müasir nəyisə deyirsə, mətndə adətən bu son abzasda olur. Baxaq. Yenə saraldırıq. Təsirlərini deyir. Daha sonra kortisol, biochemical tool. Başqa mətndə hardasa var. Aha, modern stres mənbələri filan. Bunlara da bizə nə deyir? İş yerlərindəki bu anxiety, daha sonra təzyiq və s. Buradan da əsaslandıra bilərik ki, müasir stres mənbələri daha uzun müddətlidir. Nəinki qədim və qısa müddətli olanlar. Ardında da onun təsiri haqqında danışır, bədənlə bağlı olan bu reaksiyaları. Və indi bizə deyir ki, müasir həyatın kortisol olan bu problemləri filan. Deməli, aralarına da baxsaq, bayaqlarda rast gəldik. Dedik ki, daha uzun müddətli olurdu. Ona görə 8-də götürəcəyik B-ni. Və gəlirik 9-a. Detrimental sözünün mənası causing damage to health over time. Yəni, bir müddət ərzində neyiniyir? Bizim səhhətimizdə, sağlamlığımızda problem yaradır. Gəldik 10-cu sualımıza. Which of the following questions does the passage answer? Deməli, mətndə hansı suala cavab var deyir bizə. Bədəndə necə tənzimlənir onun istehsalı? Dedik ki, gündüz vaxtı çoxalırdı, axşam azalırdı. Belə bir məlumat olmalıydı. Baxın, burada birinci abzasının sonlarında. Deməli, birinci cavabı var. Gəlib baxıram 2-yə, hansı medication yox idi, neçə hormon var bilmirik. Daha sonra hansı alim spesifik heç kimin adını çəkmədi. 5-də isə bizə deyir ki, nəyə görə bəs bu yüksək səviyyələr zərərlidir? Biz hypertension dedik, hypertension, ondan sonra var idi burada sleep disturbances, immün sistemə olan təsiri və s. Bunlara əsasən deyə bilərik ki, 5-in cavabı var. Onda da götürdük 1-5 və ilk mətnimizi bitirdik. İndi isə keçid alırıq ikinci mətnimizə. İkinci mətnimiz məşhur aktyor Al Pacino, yəni Alfredo James Pacino haqqındadır. Əvvəla baxaq 11-ci sualımıza. 11.1. Doğru və yaxud da ki, yanlış olduğunu təyin edəcəkdir ki, Al Pacino öz aktyorluq karyerasını, bacarıqlarını daha doğrusu formal, yəni ki, rəsmi teatr təlimləri vasitəsilə inkişaf elətdirdi, yaxşılaşdırdı. Gəlib mətnimizə baxsaq, baxın, bu hissədə deyir ki, bəs o bacarıqlarını harada düzəltdi, inkişaf elətdirdi? Həmin bu Actor Studio and Lee Strasberg burada elədi. Hone sözünün mənası hone inkişaf elətdirmək, kəskinləşdirmək, yaxşılaşdırmaq kimisindən deyə bilərik. Deməli 11.1-imiz nə olur? True. A variantı. Tez işarə eləyirik. Gəlirik 11.2-yə. Deyir ki, bəs Al Pacino was already a major film star before being cast in The Godfather. Deməli, deyir ki, Al Pacino artıq Xaç Atası filmindən əvvəl böyük bir film ulduzu idi. Gələk mətnə baxaq, açarsınız kimi Xaç Atası, yəni ki, The Godfather-dan gedəsi olsaq, buraya baxa bilərik. İkinci abzasın ilk 2 sətrinə. Bəs burada deyir ki, 1970-ci illərin əvvəllərində Al Pacino'nun karyerasında yüksəliş başlayır, populyarlığı artır. Bu da necə baş verir? Bəs director
Francis Ford Coppola neynir? Gedir münaqişələrə, müzakirələrə səbəb olacaq bir addım atır və Pacino'nu burada tanınmayan sıravi bir teatr aktyoruydu da elə qələmə veriblər. Onu məhz bu rola təyin eləyir Xaç Atası filmində. Deməli, Xaç Atası filminə çəkiləndə Al Pacino hələ ki məşhur deyildi, sadəcə bir teatr aktyoruydu. Buraya əsaslanaraq gəlib mətnimizdə indi 11.2-ni false götürərik. 11.3-ə baxırıq, deyir ki, bəs Al Pacino'nun aktyorluq stili dəyişməz qaldı, amma mətndə bizə deyirdi ki, dəyişikliklər olmuşdu. İndi mətndə həmin hissəni tapaq. Burada baxırıq, bu hissədə görmürük. Aha, buralardan götürə bilərik. Deyir ki, bəs onun karyerası boyunca, Al Pacino'nun karyerası boyunca onun aktyorluq stili çox böyük bir dəyişimdən keçibdi. Quite intensity of his early work, hansı ki ilkin işləri daha kəskin idisə, indi daha belə teatrikal bir formaya gəlib çatıbdı, daha enerjik olubdu. Yəni dəyişikliklər olubdu. Həmçinin əsaslandırmaq üçün də Scarface filmindəki onun canlandırdığı Tony Montana obrazını qələmə verib, dəyişikliyin necə özünü göstərdiyini də təhlil eləyiblər, göstəriblər bizə mətndə. Deməli, 11.3-ümüz də olacaq, yanlış. 11.4-ə gəlsək, deyir ki, 1990-cı illərdən əvvəl artıq o akademiya mükafatını qazanmışdı. Amma, baxırıq, 4-cü abzasımızın ilk cümləsində bizə deyir ki, 92-ci ildə o nəhayət ki, bacardı ilk akademiya mükafatını qazanmağa. Və bu mükafatı da hansı roluna görə qazanmışdı? Scent of a Woman, Qadın ətri filmindəki canlandırdığı roluna görə qazanmışdı. Deməli, 11.4-ümüz də olacaq false. Gəlirik 12-yə. Method acting encourage Pacino to. Deməli, method acting aktyorluğu Al Pacino'ya nəyə kömək elədi? Method actinglə bağlı olan hissə, bax, belə bayaqları saraltmışdıq və burada da deyir ki, metod aktyorluğu ümumiyyətlə əsaslanır şəxsin özünün müəyyən təcrübələrinə əsaslanır ki, o əvvəlki təcrübələrinə əsaslanaraq müəyyən bir emosional vəziyyətə özünü sala bilir, bir obrazı canlandıra bilir. Ona görə də indi gəlib variantlarımıza da baxsaq, 12-də düzgün cavab olacaq B variantı. Metod actingi düzgün şəkildə əsaslandırıblar. Və gəlirik 13-ə. Why was Pacino's role in The Godfather so important for his career? Deyir ki, nəyə görə Pacino'nun Xaç Atasındakı rolu onun karyerası üçün mühüm idi? Bayaqları məhz ikinci abzasımızda qeyd elədik. Onun əsas tanınması məhz bu roldan sonra başlamışdı. Abzasının davamında da müəyyən qədər onu əsaslandırırdılar. Deməli, gəlib baxsaq 13-də bu da olacaq B variantı. Onu sıravi bir teatr aktyorundan beynəlxalq ulduza çevirmişdi Xaç Atası filmi. Legacy sözünün mənası bir irs deməkdir. Biri var ki, kimdənsə sizə pul keçir, bir miras qalır. Bir də var onun mədəni irsi, belə bir miras. Daha belə fiziki olmayan tipdən. Və biz buna legacy deyəcəyik. Xüsusilə də məşhurlarda bu sözü biz daha çox rast gəlirik, görürük. O da bizdə düzgün cavabı verəcək 14-də A variantı. Gəlsək 15-ə deməli deyir ki, hansı suala mətnimizdə cavab var? Onun aktyorluq stili necə dəyişmişdi? Bayaqları onu əsaslandırdıq. Deməli, məhz 3-cü abzasın bu sarı hissələrini əsasən götürə bilərik ki, böyük bir dəyişiklik olmuşdu. Daha elə bil teatrikal və enerjik formata keçid olmuşdu onun aktyorluğunda bu kəskinlikdən. Həmçinin Tony Montana rolu ilə də əsaslandırmışdıq. Deməli, birinci cavabı var idi. 2-yə gəlib baxsaq əgər, hansı roluna görə akademiya mükafatı qazandı? Qadın ətri filmindəki canlandırdığı obraza görə. Yenə 4-cü abzasda bu sarı hissəyə baxaraq onun cavabını taparıq. Təəssüf ki, yerdə qalan digər 3 sualın isə mətndə cavabı yox idi. Aha, beləliklə Al Pacino daha doğrusu filmi deyirəm, Al Pacino mətnini bitirdik. Keçid edək növbəti suallara. Bəli, əziz tələbələr, indi isə keçid alırıq qapalı suallarımıza. Bilirsiniz ki, bu suallar
Nədən təşkil olunurdu? Həm leksik, həm də qrammatik əsaslı suallardan. Gəlin elə ilk sualımıza baxaq. Deməli, 16-cı sualın şərtində tələb olunur ki, düzgün məşğul növdə verilmiş cümləni seçək. Əvvəla, bilirik ki, məşğul növdə olması üçün gərək ki, cümlənin xəbəri feili xəbər olsun, ismi yox. Çünki ismi xəbər nədir? Məsəl üçün deyirsən ki, filan şey budur. Bu belədir. Bunun adı elədir. Məsəl üçün bu formadadırsa deyirik ki, hə, ismi xəbərdir. Amma filan kəs nəyisə etdi, yəni nəsə olundu, icra edildi. Bax bunlar artıq feili xəbərdir. Yəni bir hərəkət axtarmalıyıq. Bunu mütləq şəkildə yadda saxlayırıq və ondan sonra da baxacağıq görək ki, bəs biz demişdik məchul növün hər bir zamanda spesifik düzəldilmə forması var idi. O qayda ödənilibmi, yoxsa yox? İndi gəlin baxaq ilk cümləmizə. Deməli deyir ki, the sheaf written material in ancient times was made from the skins of animals. Heç mənə cümlənin ümumi tərcüməsi lazım deyil. Mən əsas gələcəm, baxacağım, görüm ki, mənim xəbərim düzgündürmü, yoxsa yox? Was made. Bu nədir? Keçmiş sadə zamanda məchul növdür. Keçmiş sadə zamanda biz demişdik ki, məchulu necə düzəldirdik? Bir dənə yazaq aşağıdan. Was və yaxud da ki, were olurdu və verb 3, yəni ki, feilin cədvəlindəki 3-cü sıra. Bunu həmçinin biz participle to kimi də bilirik. Bunlardan istifadə edərək biz düzəldirdik keçmiş sadə zamanın məchulunu. İndi baxsaq, birinci cümləmiz düzdürmü? Bəli, düzdür. Deməli, biri işarə edirik. Bilirsiniz ki, mən sarı ilə işarə edirdim düzgün variantları. 2-yə gəlsək, burada bizim xəbərimiz bu hissədədir. Was papyrus. Filan şey papirusdur. Bu nədir? İsmi xəbərdir. Heç bir hərəkət yoxdur. Hərəkət yoxdursa, orada məchulluq da yoxdur. Deməli, 2 səhvdir, qızardırıq onu. Gəldik 3-ə. Were robbed. Bu nədir? Feili xəbərdir. Müəyyən bir hərəkət var. Cümlə keçmiş sadə zamandadır. Dediyimiz bu quruluş formasına da uyğun gəlir. Deməli, 3 düzdür. Gələk 4-ə. Burada bizim xəbərimiz bu hissədir. Is the main writing material. Əsas yazı materialıdır. Bu nədir? İsmi xəbər. Və ismi xəbər məchul növ ola bilməz. Bunu da götürəcəyik. Yanlış. Bəzi tələbələr olur, burada görürlər ki, aha, paper invented by the Chinese. Bu nədir? Məchuldur. Belə deyənlər var. Xeyr, yoldaşlar. Bu nədir? Burada paper invented by the Chinese. Burada bizim mübtədamız paper'dır, kağız. Və onun Çinlilər tərəfindən kəşf olunmağı hərəkət xəbər deyil. Əksinə, o kağızı təyin edir ki, hansı kağız Çinlilər tərəfindən kəşf olunan, ixtira olunan kağız. Və həmçinin, tutaq ki, deyirsiniz ki, invented düzdür burası. Burada da by var. Bəs hanı bunun to be-si məsəl üçün də was verse olardı. Yazmayıblar. Ona görə 4 səhvdir. 2 ilə 4-ün ümid edirəm ki, niyə görə yanlış olduğunu başa düşdük. Düzgün cavablarımız isə 1 və 3 idi. Bu da olacaq C variantı. Bu hissəni istəyirəm silim, sizi çaşdırmasın. Sadəcə quruluş formasını yadımıza salaq deyə yazmışdım. Gəlirik 17-yə. Deyir ki, düzgün cavabı seçin və baxıram variantlara. Görürəm ki, sual modal feillərə aiddir. Əvvəla gəlin baxaq görək ki, hansı variantda modal feillər səhv yazılıb. Çünki əgər ki, bir sualda mən to be able to, have to filan görürəmsə variantlarda, yəqin ki, hansısa variantda onlar özləri artıq səhv yazıblar. Birinci onları tapaq, çıxdaş eləyək. Məsəl üçün, şərtdə görürəm ki, heç bir yerdə feilin nöqtələrdən sonra feilin önündə to yoxdur. Məsəl üçün, explain birbaşa verilib, find birbaşa verilib. Bu da o deməkdir ki, nöqtələrin yerində. Məsəl üçün, Y variantı ola bilməz. Nəyinə görə? Çünki was able. Bu nədir? To be able to-nun keçmiş zaman formasıdır. Və normalda to be able to. O to olmalıdır orada. Bunlar yazıblar was able. To-su nə variantda var, nə də şərtdə var. Deməli, Y variantım səhvdir. Eyni şəkildə baxıram C variantına. C-dəki problem də eyni şəkildədir ki, are not able. Bəs hanı bunun to-su? Nə variantda var, nə də cavabda var. Deməli, C variantım da olacaq yanlış. Qaldı 3 dənə variantımız. A, B, D variantlar. İndi gəlirəm, baxıram şərtə. Nobody explained his absence. Cümlə burada bitdi.
indi belə deyirəm, sizi çaşdıra bilər. Cümlə mürəkkəbdir. Mən sadəcə onu təşkil edən bu hissə balaca sadə cümlələrə baxıram. Nobody ... explain his absence. Bu adi bir hissədir və baxıram ki, orada nobody var. Nobody nə idi? Heç kim. Nədir o? İnkar düzəldir. Və biz bilirik ki, bir cümlədə iki inkar olmaz. Baxaq indi variantlara. A variantında couldn't var. İkinci inkar. İşlənməz. Qaldı B ilə D variantı. Baxıram ki, could eynidir. İkinci tərəfdə heç bir problem yoxdur. Mən indi baxmalıyam ki, birində wasn't able'dır. Digərində isə were not able'dır. Tuğlarını demədim də, siz bilirsiniz. İndi gələk baxaq cümləmizə. Polis burada bilirəm ki, cəmdədir. Biz onu cəmdə götürürdük. Ona görə də xəbərin cəmdə olduğu variant, yəni D-ni götürəcəm ki, mübtəda xəbər uzlaşmam düzgün alınsın. Ümid eləyirəm ki, aydın oldu. Gəlin keçək növbəti sualımıza. Düzgün sual cümləsini bizdən istəyir. Deməli, burada nəyinsə qiymətini soruşurlar və nəyinsə qiymətini soruşmaq üçün bizim iki versiyamız var. Ya deyirsən ki, bu neçəyədir və yaxud da deyirsən ki, bu neçəyə başa gəlir. Nə qədər pul tutur. İndi burada hər iki formada yazıblar, amma iki cümləmiz səhvdir, ikisi doğrudur. Baxaq məsəl üçün 1-ə. Aha, burada bu neçəyə başa gəlir kimisindən soruşublar birdə. Və normalda bilirəm ki, əgər mənim cümləm indiki sadə zamandadırsa, onun sualını düzəldəndə mən xəbərə baxıram. Təkdədirsə does, digərlərində isə do qoyaraq düzəldirdim cümləmi. Burada da this equipment, düzdürmü? This equipment təkdədir, costs. Aha, esi qoyublar. Amma mən bilirəm axı, bunun sualını düzəldəndə does-la olmalıdır. Ki, how much does this equipment cost? Yəni, bir normalda 3-dəki kimi olmalıydı. Düzgün versiya budur. Biz həmçinin sizlə daha əvvəllərdə müzakirə eləmişik, demişik ki, sual cümləsində bir söz sırası var idi. Deyirdik ki, sual əvəzliyi gəlir, ardınca köməkçi feil və mübtəda, sonra xəbər və bu formada cümləmizin yerdə qalanlarını da yazırdıq və davam etdirib bitirirdik. Məsəl üçün, birdə o problem var ki, köməkçi feil istifadə olunmalı idi, amma olunmayıb. Buna görə də bir səhvdir, onun düzgün versiyası isə 3-dür. Normalda elə yazılmalıydı. Gəlib baxsaq 2-yə. How much is this equipment? İndicə dedik, söz sırası. Necə idi? Sual əvəzliyi, köməkçi feil, mübtəda, bu formada xəbər filan gedirdi cümləmiz. İndi burada baxıram ki, how much is this equipment? Heç bir problem yoxdur. Söz sıramız əla, yerli yerində. Deməli, 2 olacaq düz. Amma 4-ə baxsam, 4-də mənim söz sıram pozulubdur. Is harda olmalıydı? This equipment-dən öndə, how much-dan sonra, bax, bu hissədə. Göyərdim, buranı göyərdə bilsəm. Aha, burada olmalıydı. Amma yazmayıblar, ona görə 4-də səhv olacaq. Düzgün cavabımız 2-3, bu da olur A variantı. Gəlin keçək 19-a. Deməli, 19-cu sualımızın şərtində bizdən tələb olunur ki, düzgün inkar cümləsini seçək. Zənnimcə, inkar cümləsində bilirik ki, əsasən nəyə fikir verirdik? Bir cümlədə 2 inkar olmasın. Daha sonra to və also deyirdik ki, bunlar işlənirdi. Təsdiq cümləsində, əgər inkar cümləsində görürsənsə, deməli o cümlə yanlışdır. Buna fikir verirdik həmişə. Daha sonra inkar düzəldənlər adətən deyirdik ki, neither nor, none, no, no'nun törəmələri, not. Daha sonra hardly-ni deyirdik hər dəfə ki, bax, n-lə başlamır, amma inkar düzəldirdi. Həmçinin demişdik ki, some və some'ın törəmələri bunlar istifadə olunmurdu inkar cümləsində. Biz baxırdıq, əsasən axtarırdıq orada n və n-in törəmələrini. İndi isə gəlin bir-bir variantlara baxaq. Qaydanı kiçik bir şəkildə təkrar elədik. A variantına baxıram və bu yanlışdır. Çünki burada 2 inkar var. Gəlin inkarları ayrıca qızardaq. Not və nowhere. Deməli, A variantımız səhvdir. Gəlsək B variantına. B-dəki problem odur ki, either nor deyil, or olardı. Bu noru biz neither. Bax, bundan istifadə edirik. Deməli, B variantımız da səhvdir. Elə noru mən burada qızardacam. Düzgün düzəldilməyibdir bu cümlədə. Komple qızardaq, gəlin bunu.
Həmçinin, lap biraz da sonrasına gəlin, baxın ki, Novaya da var. Lap bura düz olar deyə, tutaq ki, buranı düz götürmüsünüz, çaşıb. Bura baxardınız ki, Novaya var. Bir cümlədə axı biz demişdik, iki inkar olmaz. Gələk C variantına, neither nor, aha, not eager anywhere. Buradakı problem odur ki, yenə iki inkar var. Neither nor'u yoldaşlar bir götürürük. Onu aranızda çaşıb, aha, iki ayrı inkardır deyə götürənlər var. Xeyr, belə bir səhvə yol verməyək. O ikisi birlikdə işlənir. Bir inkar kimi sayılır. Deməli, bir dənə inkarımız bu üzdədir. Digəri isə bu biri üzdədir. İki inkar var. C variantım səhvdir. Gəlirəm deyə. Deyək ki, problem yenə neither nor buradadır. Burada isə nowhere var. Nə olur? İki inkar bir cümlədə. D variantım səhvdir. Gəlirəm Y variantına. Y'də isə heç bir problem yoxdur dostlar. Deməli, neither nor düzgündür. Bir dənə inkarımız var. Başqa bir inkar görmürəm. Həmçinin də törəmək kimi, məsəl üçün, bayaqdan nowhere yaza gedirlər. Amma burada anywhere yazıblar ki, tamamilə doğrudur. Y variantımız düzgün cavab olacaq. Gəlirik 20-yə. 20-də biz müəyyən qədər tərcümə bacarıqlarımıza arxalanmalıyıq. Baxaq, deməli deyir ki, Emily wanted ... to watch TV ... to read a book. She wanted to sleep. Deməli, bu qız, Emily bacımız, baxmaq istəyirdi televizora, kitab oxumaq istəyirdi. Sonra deyir ki, o yatmaq istəyirdi. Yəqin ki, heç birini istəməyib, nə televizoru, nə də ki, kitab oxumağı. O yatmaq istəyibdi. Bu da elə hansı variant olacaq? Y variantı. Yox, əgər desəniz ki, müəllimə, belə yox, bütün variantların nəyə görə çıxıldığını de, onda sizə mən onu izah eləyərəm. Deməli, aynen B variantı demək olar ki, eyni bir şey deyir bizə ki, Emily həm istəyirdi televizora baxmaq, həm də kitab oxumaq, amma getdi, yatdı. Aması yox da, əslində, burada cümlədə yazmayıblar. O yatmaq istəyirdi, dedi. Ona görə götürə bilmərəm. Daha sonra gəlirəm C variantına. Burada seçimdir. Deyir ki, ya televizora baxmaq, ya da kitab oxumaq. Mən bu ikisini birlikdə bu formada götürmərəm. Yanlışdır. Axı tərcümə ilə uyğun gəlməyəcək. Və gəlib D variantına baxsam, D-nin isə ümumiyyətlə quruluşu yanlışdır. Çünki or deyil, nor olmalıydı. Baxın, bu hissədə böyük bir N hərfi ilə yazım. Normalda belə olmalıydı. Amma səhv yazıblar. Yəni, biz Y variantını götürürük. Düzgün cavabımız həm qrammatik, həm leksik cəhətdən məhz Y variantı olacaq. Gəlirik 21-ə, yenə tərcümə xarakterli bir sualdır. Deyir, mən vaxtında çatdım. Trafik dolu idi. Tıxac var idi, sıxlıq var idi. Deməli, mən burada yaxşı olar ki, deyim, baxmayaraq ki, tıxac var idi, güclü tıxac. Mən buna rəğmən gəldim, vaxtında çatdım. Deməli, burada nəyə götürərəm? So, bu da olur A variantı. Digərlərin tərcüməsi bilirik ki, niyə? Əz də elə bir baxma, niyə kimisindən iştirak eləyəcəkdir? Why. Daha doğrusu B variantı çünki, əz də çünki, why, niyə, what isə nə mənasında işlənirdi. Və onları mən bura aparıb qoya bilmərəm. Çünki məna, qrammatik, leksik və digər hallar var ki, onlar pozulacaq. Mən istəyən formanı mənə qaytarmayacaq. Gəlin, bu asan sualın üzərində çox vaxt itirmədən keçək 22-yə. Deməli, biz söz önündə demişdik ki, nəqliyyat vasitələrini nələrlə istifadə eləyirdik? Gəlin, qeyd eləyək bir kənardan. Ümumiyyətlə, bayla mən hamısını yaza bilirdim. Hamısı. Məsəl üçün, biz öz dilimizdə deyirdik ki, maşınla getdim, gəmi ilə getdim, qayıqla getdim. Normalda o iləni siz əlbəttə istəyirsiniz ki, tərcümə eləyəndə aha, ilə nə idi? Bizlə deyək. Aha, D ilə Y. Hər iki variant düzdür. Hansını seçək? Yox, elə bir şey yoxdur. Çünki ingilislər o iləni bizdəki kimi tərcümə eləmirlər və bizdən də istifadə eləməyəcəklər. Ona görə D, Y, bunlar səhv olur. Mən bu formada deyə bilmərəm nə ilə getdim. On var idi, in var idi. Bəs bunlardan sonra biz nəyi işlədirdik? On və yuxarıdan da yazaq, in. Klaviaturamı dəyişim. Aha, inlə biz daha çox maşın tipli şeyləri yazırdıq. Kardır,
taksidir. Van da ola bilər, mini avtobus kimisindən bir şeydir. Tam bilmirəm, Azərbaycanda van gedir yoxsa yox. Aha, car, taksi, van bunları deyə bilərik. Onda isə digər yerdə qalan nəqliyyat növlərini deyə bilərik. Olsun ship, train, tram, ondan sonra sizin bildiklərinizdən yazın, plane. Bu formada bunları deyə bilərik ki, ondan işlənir. Amma hamısını biz by ilə deyə bilərdik. İndi gəlin baxaq görək ki, variantlarda problem nədir? Bypass, düzdür, elə A variantımız doğru olacaq. On car yox, demişdik, önündə də yazmışam. In car, deməli B variantımız səhvdir. C variantında isə in tram. Tram da, vəbşə bura qaytaraq yazaq. Ship, train, plane, tram. Bunlar isə işlənir on ilə. Cavabda mənə nə deyir? In tram. Yanlışdır. Deməli, yanlış cavablar bu ikisini də qızardaq. Qızarda bilmirəm. Qızartmaq istəyirəm. Qırmızı. Qırmızı. Aha, gəlin keçid alaq 23-cü sualımıza. To look after'ın deyir ki, sinonimini tapın. To look after kimisə nəyinsə qeydinə qalmaq idi. Və bu da olacaq Y variantı. Digər variantlara baxası olsaydıq, look for axtarmaq, wait for kimisə nəyinsə üçünsə gözləmək, to be fond of bəyənmək, çox sevmək, look through isə baxmaq, göz gəzdirmək mənalarında istifadə oluna bilir. Gəlirik indi isə 24-də make up a text'də. Biraz zoomu azaldım ki, variantları görə bilək. Deməli, normalda mən çıxdaş eləyəndə gəlib baxıram ki, hansı variantla, hansı rəqəmlə başlayan çoxdursa, onunla başlayayım. Amma bu dəfə baxıram ki, ya 2 ilə başlayır, ya 5 ilə. Ona görə hər ikisinə baxacağım, görüm ki, burada hansı ilə başlamaq daha yaxşı olar. 2-də deyir ki, aha, yeməkdən sonra insanlar toplaşmışdı. 5-də isə deyir ki, bir gənc qadın sual verdi. Yəqin ki, əvvəla bu insanlar bir yerə toplaşar, sonra o insanların arasından bir qadın sual verər. Çünki yanınızda da saxlayın, bu make-up text olsun, dialoq olsun, bunların heç biri belə ortalıq yerdən başlamır. Yəni, müəyyən bir giriş verməliyik və o giriş xarakterinə uyğun olan cümlə. Daha çox 2-dir. Aha, insanlar gəldilər, toplaşdılar, sonra bir gənc qadın soruşdu ki, bəs mənə 5 dənə gün deyin, amma həftənin günlərini sayır ki, bazar ertəsi, ay nə bilim cümə, şənbə və s. bunlar olmadan. Aha, baxaq, 2-dən sonra 5. Elə D variantı uyğun gəlir, davamda ona uyğun oxuyaq, gəlirik 4-ə. Deyir, heç kim bilə bilməz. Bir də yoldaşlar, siz mütləq şəkildə yadda saxlayın ki, bu dialoqlar filan yazanda müəyyən dırnaqlar görürsünüz variantlarda, düzdürmü? Kiminsə nitqi başlayır, bitir. Mütləq şəkildə fikir verin ki, o dırnaqlar sizin dialoqunuzda açıq, yarımçıq qalmasın. Çünki açıldısa o bağlanmalıdır. İndi gəldik 4-ə. Heç kim bilə bilməz deyir. Ondan sonra baxırıq 1-ə. 1-də isə deyir ki, sonunda gənc bir oğlan dilləndi, cavab verdi. Gələk, indi 3, sonra 7, 6. Deyir, bu çox sadədir. Buyur, 5 dənə gün sənin üçün. Başlayır saymağa. Bugün, dünən, dündən əvvəlki gün, sabah, sırağa gün. Bunları bu formada bizə sayır deyir. Deməli, oxuduq, gördük. Nəsə bir məntiqi pozulma varmı? Xeyr. Dırnaqlar yarımçıq qalıbmı? Xeyr. Hansısa bir əvəzlik gəlib qondarma şəkildə düşübmü bizim dialoqumuza? Xeyr. Çünki əvəzliyi biz nəyə görə dedik? Bəzən olur, tələbələr çaşır. O əvəzliyin kimi, nəyə əvəz etdiyini sən orada dialoqunda bəyan eləməmiş, gətirib artıq əvəzliklə başlayan cümlə ilə dialoqa başlayanlar olur. Düzdür, burada elə bir şey yox idi bu dialoqda. Amma yenə də o səhv eləyənlər var. Ona görə dedim ki, onda da diqqətli olasınız. Gəldik, çatdıq son sualımıza. Deməli, düzgün zaman formasını seçin. Əvvəla, burada nəyə fikir verəcəm? Already-ni biz əsasən demişdik ki, bitmiş zamanlarda istifadə olunur. Amma C, D, Y variantlarında görürəm ki, indiki sadə, indiki davam edici ilə already yazıblar. Bu da nə olacaq? Yanlış. C, D, Y variantlarını tez qızardıram. Qalır A ilə B variantı. Belə baxanda əslində qrammatik
Cidden hər birini tək-tək baxıram, heç bir səhv görmürəm. Amma problem bilirsinizmi hardadır? Mən onları gətirib cümlədə yerinə qoyanda. Məsəl üçün A variantını qoysaydım, tərcümə belə çıxacaqdı ki, biz dünən gecikirdik, daha doğrusu hurrying, tələsirdik. Çünki biz düşündük ki, zəng, yəni ki, demək istəyir ki, zəng artıq çalınıbdır, zəng vurulub. Amma mən A variantını qoyanda elə olur ki, mən dünənləri tələsirdim, dünən düşündüm, amma zəng vuruldu bugün. Keçmiş, gəldi çıxdı indiki zamana. Uzlaşma pozuldu. Hərəkətlərin ardıcıllığında o məntiqi əlaqə pozulur. Ona görə mən A-nı götürə bilmərəm. Amma B-yə gəlsəm, dediyim mənalı alınacaq. Zaman uzlaşması da düzgün olacaq. Aha, biz dünən tələsirdik ki, çünki düşünürdük ki, nədir? Zəng artıq vurulub. Zəngin vurulmağı bizim gecikməyimizdən, düşünməyimizdən daha əvvəl baş veribdir. Və keçmiş zamanları həmişə müqayisə edəndə necə deyirdik? Keçmiş bitmiş, keçmiş sadə və keçmiş davam edicidən daha əvvəl baş verən bir hərəkətdir. Nəticəsi də qalıbdır keçmişdə. Yəni keçmişlərin özünün arasında müəyyən bir zaman fərqi var da. Onları da biz bir-birindən fərqləndiririk axı. Keçmiş bitmiş ən qədimidir. Ən əvvəlkidir. Qədim deyirəm, daş dövrünə gəlib çıxmır, sadəcə fərqləndirmək üçün. Bu da olacaq B variantı. Deyir ki, bəs biz gecikirdik, tələsirdik, çünki düşündük ki, zəng artıq vurulub. Bu da olur 25-də B variantı. Bəli, yoldaşlar, beləliklə bir sınağın daha izahına, sonuna gəlib çatdıq. Ümid edirəm ki, sizlər üçün aydın olmuşdur. Sağ olun, salamat qalın. Hər birinizə uğurlar. Sizinlə mən idim, İngilis dili müəlliminiz Nigar Rızayeva.